Salam, hər vaxtınız xeyirli olsun. Bugünkü dərsimizdə riyaziyyat dərsindən natural ədədlər mövzusunun izahına baxacağıq. Bildiyimiz kimi natural ədədlər əşyaların hər hansı bir gözlə görə biləcəyimiz varlıqların sayılması nəticəsində, yəni biz onları sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlər hesab olunur. Natural ədədlər 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 rəqəmlərindən, eyni zamanda 0 rəqəmindən də istifadə etməklə yaranan ədədlər ardıcıllığından ibarətdir. Ən kiçik natural ədəd 1-dir. Ən böyük natural ədəd isə yoxdur, çünki 1-dən müsbət sonsuzluğa qədər natural ədədlər çoxluğu daxildir. Eyni hərfi ilə işarə olunur. Biz burada 0-ı natural ədədlər içərisinə daxil etmirik. Ona görə ki, ümumilikdə mənfi ədədlər 0 və bütün müsbət ədədlər tam ədədlər çoxluğuna Z ilə işarə olunur. Tam ədədlər çoxluğuna daxil olduğu üçün biz 0-ı natural ədəd kimi bu çoxluğa daxil edə bilmərik. Çünki sayılma nəticəsində əşyaları, varlıqları saydığımız zaman biz 0-dan istifadə etmirik. 0 sadəcə ədədlərin daxilində, məsələn 10, 50, 500, 100, 305 və s. belə ədədlərin daxilində rəqəm kimi istifadə olunur. İndi isə gələk təklik, onluq, yüzlük, minlik, 10 minlik və digər izahlara baxaq. AB üstü xətt bərabərdir 10A üstəgəl B. Yəni buna aid misal kimi 79 bərabərdir 10 vurulsun. Burada onluqdakı ədədimiz 7 olduğu üçün 10 vur 7 üstəgəl təklikdəki ədəd 9 olduğu üçün üstünə 9 gəlirik. Yəni onu 7-yə vursaq 70, üstünə də 9 gəlsə soldakı bərabərlikdəki ədədi verəcək. 79. İndi isə 4 rəqəmli ABCD üstü xətt ədədinə baxaq. Burada bərabərlikdə 1000 vurulsun A üstəgəl 100 vurulsun B üstəgəl 10 vurulsun C üstəgəl D. Buna aid misala baxsaq 1359 bərabər olacaq. Təkliyimiz burada 9-dur, onluğumuz 5-dir, yüzlük 3-dür və minlik isə 1-dir. Yəni 9 təklikdən, 5 onluqdan, 3 yüzlükdən və 1 minlikdən ibarətdir ədədimiz. Ona görə də burada 1000A olduğu kimi burada A-nın yerində 1 olduğu üçün 1000 üstəgəl. B-nin yerində 3 olduğu üçün 300, C-nin yerində 5 olduğu üçün 50 üstünə gəlirik. Burada da D-nin yerində 9 olduğu üçün 9 üstünə gəlirik. Həqiqətən də 1359 bu ədədləri toplasaq, soldakı bərabərlikdə 1359 olduğunu görürük. 3 rəqəmli 527 ədədinə baxsaq, burada 7 təkliklər mərtəbəsində yerləşir, 2 onluqlar mərtəbəsində yerləşir və 5 yüzlüklər mərtəbəsində yerləşir. Buna aid misallara baxaq. Birinci, AB üstü xətt üstəgəl BA üstü xətt bərabərdir 44 olarsa, A üstəgəl B cəmi nəyə bərabərdir? Bildiyimiz kimi AB üstü xətt 10A plus B-yə bərabərdir. BA üstü xəttə uyğun olaraq 10B plus A-ya bərabər olduğu üçün bunları biz aşağıda bərabərlik şəklində yazaq. 10A plus B üstəgəl 10B plus A bərabərdir 44. 10A üstəgəl A, yəni oxşar hədləri cəmləyirik, eyniləşdiririk. 10A üstəgəl A olacaq 11A, 10B üstəgəl B də olacaq. Hər ikisində oxşar ortaq bir B ədədi B olduğu üçün 11B olacaq və 11 ilə 11B-ni toplayıb 44-ə bərabər edirik. Burada 11-i mötərizə xaricinə çıxarsaq, yəni hər iki toplananda ortaq vuruq olaraq 11 olduğunu nəzərə alsaq, 11 vurulsun, mötərizədə A plus B bərabərdə 44 olduğunu görürük. Və buradan da açıq aydın görünür ki, biz 11-i neçəyə vursaq 44 eləyər. A plus B cəmi 44-ün 11-ə bölünmüş qismətinə, yəni 4-ə bərabər olacaq. Yəni burada da biz A plus B cəminin 4 olduğunu tapırıq. İndi isə tək ədədlər və cüt ədədlər anlayışlarına nəzər yetirək. Tək ədədlər 1-dən başlayır. 1, 3, 5, 7, 9, 11, 13 və artan ardıcıllıqla belə gedir.
Ən kiçik tək ədəd 1-dir, ən böyük tək ədəd yoxdur. Çünki natural ədədlər çoxluğuna daxil olduğu üçün o müsbət sonsuzluğu əhatə eləyir. Cüt ədədlərə gələk. 2-yə tam bölünən bütün ədədlər, yəni qalıqsız bölünən bütün ədədlər, natural ədədlər cüt ədədlər hesab olunur. Yəni sonu sıfırla bitən ədədlər də cüt ədədlər hesab olunur. Ən kiçik cüt ədəd 2-dir. 2-dən başlayaraq 2, 4, 6, 8, 10, 12, 14, 16 və s. müsbət sonsuzluğa qədər gedən bütün 2-yə tam bölünən ədədlər cüt ədədlər hesab olunur. Tək ədədlərlə və cüt ədədlər arasında olan ardıcıllığa baxaq. Burada tək ədədlər və cüt ədədlər arasında toplama, çıxma, vurma və bölmə əməllərinə nəzər yetirsək, əsasən toplama və vurmada ümumiliyin olduğunu görürük. Yəni buna aid düsturlar var. Lakin çıxmada və yaxud da ki bölmədə tam olaraq eynilik olmadığı üçün, ümumi bir qanuna uyğunluq olmadığına görə biz əsasən toplamadan və vurmadan istifadə olunan düsturlardan tətbiq edirik. Tək ədədlə tək ədədin cəmi cüt ədəddir. Bunu yoxlamaq üçün 3-ün tək ədəd olduğunu qəbul edib 3 ilə 3-ün cəmi və yaxud da ki, hər hansı bir 3-dən başqa ədəd olsun. 3 ilə, məsələn, 7-nin cəmi 10 eləyəcək. Burada da 3-ün 3 ilə cəmi 6 elədiyinə görə sonda cüt ədəd alındığını görürük. Cüt ədəd üstəgəl tək ədəd bərabərdir tək ədəd. Bunu yoxlamaq üçün 2 üstəgəl 9 bərabərdir 11. Cüt ədədlə cüt ədədin cəmi cüt ədəddir. Yoxlamaq üçün baxsaq 8 üstə 8 16. 8 üstünə digər bir cüt ədəd, məsəl üçün 10 gəlsəydi, yenə də 18 olacaqdı. O da cüt ədəd hesab olunur. Tək ədədlə tək ədədin hasili tək ədəddir. Yoxlamaq üçün baxsaq 7 vur 7 bərabərdir 49 olduğunu görürük. Yəni 49-un son rəqəmi 9 tək ədəd olduğu üçün ümumilikdə 49 da tək ədəd hesab olunur. Cüt ədədlə tək ədədin hasili cüt ədəddir. Bunu yoxlamaq üçün cüt ədəd kimi 12 və tək ədəd kimi 5-i götürsək, 12-nin 5-ə hasili 60 edir və o da 0 ilə bitdiyi üçün, 2-yə qalıqsız bölündüyü üçün cüt ədəd hesab olunur. Ən sonda cüt ədədlə cüt ədədin hasili cüt ədədə bərabərdir. Buna misal olaraq 6 vur 6 bərabərdir 36 olduğunu görürük. İndi isə qüvvət üstünə nəzər yetirək. Burada K ədədi tək və yaxud da ki, cüt ədədin qüvvət üstü olan ədəddir. Natural ədədlər çoxluğuna daxil olduğunu nəzərə alaraq tək ədəd üstü K tək ədədə bərabərdir. Cüt ədəd üstü K qüvvəti də cüt ədədə bərabərdir. Bunu yoxlamaq üçün tək ədədlə yoxlasaq, K-nın 5 olduğunu qəbul etsək, 3 üstü 5, yəni 3-ün 5 dəfə öz-özünə hasili vurulması bərabər olacaq 243. 243 ədədi də tək ədəd olduğunu görürük. Daha sonra K-nı cüt ədəd kimi 2 olaraq qəbul etsək, 8 üstü 2, yəni 8-in kvadratı bərabərdir 64 və bunun da cüt ədəd olduğunu görürük.